biz qız uşaqlarını böyüdərkən ta körpəlikdən toyunda gəlinliyini geyinəsən ifadələri ilə böyüdürük. Bu cinsi istismardır, o başa düşəndə o artıq cinsi istismara məruz qalmış halda olur. Yəni biz artıq aşağı yaşdan bir qədər yanaşmamızı dəyişməli deyilik mi? Mən bundan üzr istəyirəm, razı deyiləm. Çünki söhbət 15 yaşlı uşaqlardan uşaqlardan bizim cəmiyyətimizin ailə modeli olub, ailə dəyəri olub. Bəli, körpə uşağa deyiblər ki, alqışlar eləyiblər. Səni baba olasan, sənin övladının toyunu görüm. Bu pis bir şey deyil. Qətiyyən pis şey deyil. Min illərdə normal cəmiyyətimiz var idi. Amma bu maarifləndirmə deyil. Amma cinsi istismar, biz o uşağı öz mənfəətimiz, öz mənafeyimizlə xidmət edərək kiməsə ərə verəndə ortaya çıxır. Biz ondan varlı bir oğlana ərə verəndə. Min illərdir normal cəmiyyət adlandırdığınız cəmiyyətdə bütün bu uşaq evlilikləri norma sayılır. Bax, min illərdir mən nə mənada deyirəm. Dünənə qədər bizdə ailə qohum nikahları var idi, düzdürmü? Amma maarifləndirmə də aparılırdı, yenə qarşısını ala bilmirdik. Amma qanun çıxanda ortaya, dövlət qanun və cəza çıxanda isə insanlar dərk eləməyə başladı. İnsan düşünməyə başladı. Birinci qanunu, sonra mənim xala qızımdan qüsuru uşaq doğacaq. Amma Rafiq bəy, bu dediyiniz tamamilə demək olar ki, bu fikri məncədə daha əvvəldə deməliydiniz. Paralel getməli deyirsiniz, maariflənmə və eyni zamanda qaydalar. Mənim hər iki fikrim bir-birini bağlayır. Sadəcə olaraq, baxın, mən yenə də qaydıram öz fikrimə. Bu nikah, abort məsələsində əksəriyyəti 20-30 yaşdan aşağı olan insanlardadır. Amma bu abort olan hamısı davranışı ilə qüsurlu olan adamlar deyil. Maarifləndirmə insanın intellekt səviyyəsi ilə, ailə dəyəri ilə, öhdəliyi ilə, ictimai qınaqla bir yerdə tərbiyələnməlidir. Biz, baxın, zərərli vərdiş alüdəçiləri var. Dövlət səviyyəsində, icma qarşısında nə qədər maarifləndirmə gedir. Amma o zərərli vərdiş alüdəçisini oradan imtina sağalda bilmirik, əziyyət çəkirik. Niyə? Çünki onun biologiyası korlanıb. Bax, bugün bizim cəmiyyətimizin mənəvi degradasiya, dünya insanlarında mənəvi degradasiya gedir. İnsanlar öz haqlarını qoyur ortaya, öz həqiqətlərini qoyur ortaya ki, mən yaxşı edirəm, özüm bilərəm. Heç kəs mənim işimə qarışa bilməz. Mən belə yaşayıram əvvəl, amma bu dəyişməlidir. İnsan özünün elədiyi hərəkətə, bayaq mən Ayla xanıma deyəndə ki, maksimalizm və minimalizm, insan öz elədiyi hərəkətə ictimai qınaq bir modeli yaratmalıdır ki, ayıbdır. İnsan psixologiyasının təməlində qorxular böyük rol oynayır. Adam səhhətini, sağlamlığını, maddi imkanlarını itirdiyi kimi bir abrını itirmək qorxusu da tərbiyələnməlidir. Bu olmayacağı təqdirdə heç nə fayda verməyəcək. İnsan abrını itirməkdən, qınanmaqdan qorxmalıdır.